Bugün tələbələrimizə qırmızı məxmər tortunu hazırlamışıq. İndi üzünü kremləyək, dekor verək biraz. Bu tələbələrimiz yeni başlayıblar, sıfırdan qrupumuzdur. Hələ biskvitləri, kremlər haqqında, şəkər xəmiri haqqında məlumatlar veririk. Sonra biz keçəcəyik dekorativ tortlara. Dekorlu tortların hazırlanması, mərtəbəli tortların hazırlanması yavaş-yavaş hamısından tanış olacaqlar. Bu şəkildə kənarlarını kremləyək. Tortumuz biraz kiçik ölçülüdür. Sonuçda qəşəng bir dənə bəzək verəcəyik tortumuza. Sadə bəzək olacaq. Qırmızı məxmər tortlarını biraz sadə bəzək edə bilərsiniz. Şpatel verin.